müəllimin 25, 30, 35 şagirdlə bir 45 dəqiqə ərzində davamiyyəti yoxlamaq, tapşırıqları izah eləmək, müəyyən indi sinif situasiyasında, yəqin ki, Günay xanım bilir ki, yəni ancaq 45 dəqiqə dərsdən danışmırsan. Kifayət qədər şeylərdə ayrılan başqa bir məsələlərdə vaxtlar olur. Uşaq əlavə sual verir və yaxud da ki, keçmiş mövzudan suallar olur və s. 45 dəqiqənin içərisində həm təlim nəticəsi reallaşdırılmalıdır, həmçinin də bu şagirdə dərslikdə nisbətən desək, biraz kobud səslənəcək, nisbi üzərindən keçirilən, səhvi verilən qrammatikanı daha dərindən öyrətməyə çalışmalıdır. Çünki bu günləri dərsdə verilən qrammatika ilə Dövlət İmtahan Mərkəzinin imtahan qabağına çıxsa, yəni bayaqki fikrimi təkrar edirəm, yenə də uşaq çox pis vəziyyətdə qalacaq. Çünki bu günləri biz deyirik uşaqlarda 21-ci əsr bacarığı formalaşdıraq, amma bizim testlərimizin üstündə, Rafiq müəllim bu yaxınlarda sosial şəbəkələrin birində paylaşımımızda var idi ki, nə vaxt ki forma məzmunu keçir, o zaman anormal bir vəziyyət yaranır. O zaman Anar bəy, gəlin verilişimizin sonuna 5 dəqiqə qalıb və bu vaxtı bərabər bölməklə təkliflərə keçək. Nə təklif edirsiniz? Təklif edirəm ki, ilk öncə dərsliklər daha təkmilləşməli və imtahan dərsliklərə və dərslik proqramına uyğunlaşdırılmalı, dərsliklər yüngülləşdirilməli və imtahanda şagirdi aldatmaq, öyrətmək yox, biliyini göstərmək lazımdır. Yəni, əvvəllər imtahanda düşürdü ki, müftəda işləmiş cümləni seç. Bugün o müftədanın başına elə bir oyun açırlar ki, o müftədanı orada tapmaq çətin məsələyə çevirir.